Salam, hər vaxtın xeyir olsun Gülşən, xoş gördük sizi. Bəli, hazırda Sumqayıt Texnologiya Parkındayıq və gördüyünüz kimi tırlar humanitar yardım məqsədindən Ukraynaya göndəriləcək. Ekranlara gətirdiyimiz kadrlarda 3 tır görünür, çünki tırlardan biri artıq yola düşdü. Bir neçə dəqiqə əvvəl nəzərinizə çatdırım ki, məhz Ukraynaya göndərilən humanitar yardımlar ölkə başçısının 2026-cı il 16 yanvar tarixli sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin olunub. Eyni zamanda gördüyünüz bu tırlar tamamilə məhz elektrik avadanlıqlardan tam təchiz edilib. Yəni bu dəfə də elektrik avadanlıqları göndərilir humanitar yardım məqsədi ilə Ukraynaya. Ümumilikdə 4 tırda 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 metr kabel və naqil daxildir. Bu dəfə də məhz olunan humanitar yardımın dəyəri ümumilikdə 1 milyon ABŞ dolları təşkil edir ki, 2025-ci ildə də xatırladaq ki, məhz növbəti dəfə humanitar yardım göndərilmişdi Ukraynaya. Onda da 2 milyon ABŞ dolları dəyərində elektrik avadanlıqlar göndərilmişdi. Hazırda kadrları görürsünüz. Məhz tırlar artıq Ukrayna istiqamətində yola düşür. Ümumilikdə nəzərinizə çatdırım ki, bu məhz reyslə birlikdə Azərbaycanın Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən etibarən Ukraynaya göndərdiyi hərbi yardımlar 45 milyon dollar təşkil edir. Bu barədə bir neçə dəqiqə bundan öncə Ukraynanın Azərbaycandakı səfiri Yuri Gusev məlumat verdi. Eyni zamanda Energetika Nazirliyinin nümayəndə heyəti də müsahibə vermişdi. Bir sıra açıqlamalar oldu. Nəzərinizə çatdırım ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Gusev açıqlamasında birinci növbədə bugün 20 yanvar, yəni Ümumxalq Üzün günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. İkinci növbədə isə qış günündə, çətin günlərdə Azərbaycanın Ukraynaya etdiyi dəstək, humanitar yardımlarla bağlı öz minnətdarlığını bildirdi. Bir daha kadrları ekranlara getiririk. Hazırda gördüyünüz kimi sonuncu tırda Ukrayna istiqamətində yola düşür və ümumilikdə bugün 4 tırdan ibarət humanitar yardım göndərilir ki, 1 milyon ABŞ dolları dəyərini daşıyır. Belə Gülşən, çatdıracağım son məlumatlar bunlardan ibarət idi. Təbii ki, müsahibələr də növbəti efirlərimizdə sizinlə bölüşəcəyik. Söz yenidən sizdədir.